Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində sizlere çok güzel, bak asfalt yola çok yakın olan, bak asfaltla evin arasında 5 metr mesafesi olan güzel, qəşəng bir həyət evimizin çəkilişinə gəlmişik. Həyəti çox qəşəng, böyük, geniş. Deyərəm ki, sizi hardasa 2 sotdan artıq həyəti var. Evin özü 110 kvadratdır. Evdir, 3 otaqdan ibarətdir. Geninə bolma. Qiyməti də çox münasib qiymətə. 75 demiri, 73 demiri, 72 demiri, 69 minə, hətta 70 belə demiri ya, 69 minə real alıcısına endirim də olması, qazı, işığı, suyu, bütün kommunalları hazır bir həyət evinin çəkilişindəyik dostlar. Gəlin biz də daxil olan evimizin həyətinə göstərək. Dostlar, evi kuru beton, 4 bir tərəfidir, boş bir formada gəzmək, dolanmaq olur. Bu ilkin variantımız, ilkin sözümüz bitir. İlkin ifadəmiz. Və əlavə olaraq evimizin sağ hissəsindən qızıl güllər əkmək üçün qəşəng sahəmiz var. Sol tərəfində isə gördüyünüz kimi qəşəng ağaclar əkmək üçün yerimiz var. Su krantımız, daimi suyumuz mövcuddur değerli dostlar. Değerli izləyicilər, özdə buranın içməli suyu var. Onu da deyim ki, biləsiniz, tam içməli sudur. Evimiz yerdən, 7 daşın üstündə, qoşa daşla inşa olunmuş bir həyət evidir. Daxil olaraq evin içində göstərəcəm sizə. Çox gözəl, super bir formada tikilibdir. Evimizin yanlarına daxil olan dostlar, gəlin bura. Padvallar kimi, bütün padvalı var. Evimizin 4 bir yanını rahat bir formada gördüyünüz kimi səlis bir şəkildə açıq. Siz oradan durun, buradan keçsəm, onsuz zaten bilinəcək. Və bu tərəfi lap genişdir, lap böyükdür. Arxa tərəfi lap böyükdür. 2 metr arxada yer saxlayıbdır. Geniş, rahat bir formada gəzmək olur değerli dostlar, değerli izləyicilər. Evimizin novları hamısı xəttlər çəkilibdir. Kombi xəttləri var. İşıqlandırılma sistemi çox möhtəşəmdir. Bir də ki, bu tərəfdən bir dənə göstərək. Gəlin bura hələ. Buradan. Bax, ətraf qonşu hamısı şəxsi tikili evlər, hamısı da villalardır. Gördüğünüz kimi ətraf yaşayışdır. Yəni elə belə evlər tikilməyib. Qonşusu çox gözəl insanlardır. Daxil olan evin içinə. Gəlin bura dostlar. Evimiz mükəmməlin üstündə olan çox sərgəli bir tikilmiş evdir. Kompakt dizayna məxsusdur. Ayaqqabımızı geyinər, çəkələk kimisi. Kompakt bir dizayn. Qapılarını örtülən dostlar. Evimiz yeni remontdan çıxmağına baxmayaraq, elə belə aboylar deyil, Allah, adam əlini vuranda bilirsən ki, həqiqətən də aboy vurulur. Evin üst işıqlandırılması mükəmməl bir evdir. 69 minə məncə dəyər. Bir dənə bunun mətbəxinə daxil olmaz dostlar. Baxın, mətbəx qəşəng, geniş, səliqəli, necə lazımdır? Su evin üstündə olan bir təmirdir. Pəncərədən buradan baxdıqda bax yerində deyirəm. Bütün ətraf qonşu hamısı yaşayışlı evlər. Övladın, uşağın bax qapıda oynayır. Rahat bax, balaca maşınlar var, al sürsün. Velosiped sürsün. Baxınız, eşiyə çıxmağa gerək yoxdur. Həyətində toyur, bayram ilə belə bir gözəl həyəti var. Hürs gəlin bura. Dostlar, evimizin qonaq otağı. Yığılıb iş görülür burada dostlar, iş görülür. Gördüğünüz kimi səliqəli, necə lazımdır, təmirli, kombi xəttləri, sistemləri, eşlər içəri görünməyən, içəridən çöl görünən pəncərələrinə qədər hamısı mükəmməl formadadır dostlar. Evə söz yox, aboy sistemi olsun, otaqları olsun, gəl onun yataq otaqlarına. Dostlar, xanımlar, mebel deyirsiniz, ən yaralı yerinizdir ki, biz alırıq amma mebel yığıb yığışdıra bilmirik. Baxın, istənilən mebeli rahat bir formada gətirib yığa biləcəyiniz bir yataq otağımız mevzudur. Hüruş gəlin. Evimizin gördüğünüz kimi uşaq otağı, səliqəli, tam aboylanmış, kulturlu bir yataq otağımız. Ve evin sanitar mutfağı dostlar. Gördüğünüz gibi aksesuarlar da bizden size ne olsun? Hediye olsun inşallah. Yani alın bu evi, qaçırtma. Səhifədə əlaqə nömrələri qeyd olunubdur. Buyurub sən gelip belə gözəl evlərin sahibi məhz siz ola bilərsiniz.